sizə baş gicəllənmə şikayəti ilə müraciət edən bir pasientimizin müayinəsi haqqında məlumat verəcəyim. Baş gicəllənməsi cəmiyyətdə ən çox rast gəlinən şikayətlərdən biridir. Bu hal daxili qulağına, beyninə və digər səbəblərinə bağlı ola bilər. Məhz buna görə də dəqiq diaqnoz çox vacibdir. Qulaq mənşəli baş gicəllənmələrin diaqnostikasında biz VNG, yəni video-nistaqmoqrafiya müayinəsindən geniş istifadə edirik. Bu müasir cihaz vasitəsilə göz hərəkətləri analiz olunur və tarazlıq sisteminin fəaliyyətini dəqiq qiymətləndirilir. Müayinə zamanı ilk olaraq mərkəzi testlər aparılır. Bu testlər bizə baş gicəllənmələrin beyin mənşəli olub-olmadığını müəyyənləşdirməyə və ciddi nevroloji patologiyaları erkən aşkar etməyə imkan verir. Daha sonra pozisyon testlər icra olunur. Bu testlər vasitəsilə qulaq mənşəli baş gicəllənmələrin ən çox rast gəlinən səbəbi olan xoş xəstəli pozisional paroksizmal baş gicəllənmə müəyyən edilir. Əgər xoş xəstəli pozisyon paroksizmal baş gicəllənmə, yəni kristal sürüşməsi təsdiqlənərsə, xüsusi manevrlar vasitəsilə müalicə elə həmin müayinə zamanı həyata keçirilə bilər və pasient qısa müddətdə rahatlıq hiss edir. Baş gicəllənməsi laqeyd yanaşmalı şikayət deyil. Dəqiq diaqnoz və düzgün müalicə almaq üçün vaxtında müayinədən keçmək çox önəmlidir.